Salam dəyərli izləyicilər, növbəti bir mənzilə hamınızı salamlayıram. Bugün Yasamal rayonu Yeni Yasamal qəsəbəsində bir mənzili sizlərə çəkib təqdim etməyə çalışacağam. Xahiş olunur videoya sona qədər izləməyi, bəyənməyi və videonun sonunda fikirlərinizi rəy bölməsində yazmağı və bizimlə bölüşməyi unutmayın. Yeni Yasamalda Bravo Market, McDonald's tam qarşısında Şərur MTK-nın inşa etdiyi 18 mərtəbəli binanın 4-cü mərtəbəsindəyik. Burada 113.6 kvadrat, ümumi sahədə isə 114 kvadrat ölçüyə malik bir mənzildir. Təqdim edəcəm, yelçəkər bir mənzildir. Proyektlə yaxından sizə tanış edəcəm. Burada mənzilin giriş qapısı yerləşir. Daxil olduqda belə bir dəhliz hissə bizi qarşılayır. Baxın, çox gözəl bir proyekt də var. Burada açarlıq güzgülük hissədir. Sağ tərəfdə yığılmış qardırob hissəsidir. Çox geniş, kifayət qədər sahəyə malikdir. Giriş qapıdan daxil olduqda tam qarşımıza belə bir mətbəx hissə bizi qarşılayır. Qeyd edim ki, mənzil tam əşyalı şəkildə satılır. Mətbəxin döşəməsi qranit mərmər və istipoldur. Əlavə olaraq belə qeyd edim, kombi batareyası da yerləşdirilib. Baxış istiqaməti inşaatçılar metrosu istiqamətindədir. Baxın, bu şəkildədir. Qarşısı açıqdır, skvaznon, yəni yelçəkər mənzildir. Həm də binanın həyətinə, həm də inşaatçılar tərəfi baxışı var. Mətbəx bu şəkildədir. Mətbəxdə də gördüyünüz bütün əşyalar quraşdırılıb və mənzildə qalacaqdır. Mənzildə təmirdən sonra çox az bir müddət yaşaşılıb. Ev sahibi özü üçün təmir edib, yaşayıb və hal-hazırda mənzili satır. Binada 2 sürətli lift var, yeraltı dayanacaq, geniş həyət var. Yəni Yeni Yasamalda ən böyük həyət bu binanın həyətidir. Burada mənzilin birinci yataq otağı olan uşaq yataq otağıdır. Baxın, belə bir uşaq yataq otağı var. Bu otaqdan eyvana çıxış mümkündür. Baxın, eyvana çıxın, sizi eyvandan da tanış edim. Çıxdıq, belə bir eyvan hissə var. Əsəd Əhmədov küçəsi bu istiqamətdə yerləşir. Bu istiqamətdə inşaatçılar metrosudur. Piyada belə deyək 7-8 dəqiqəlik yoldur. Yəni baxın, oradan 7-8 dəqiqə məsafə Aksiyayın Şadlıq Sarayının yanından, metronun yanından mənzilə gəlmək mümkündür. Burada kombi hissəsi yerləşir. Baxın, kombi burada yerləşdirilib. Səliqəli eyvan hissəsi. Bir eyvanda əsas yataq otağındadır. Binanın həyət istiqamətinə baxın, onu da sizlərə göstərəcəm. Uşaq yataq otağı üçün də ayrılmış hər bir şərait mövcuddur. Yəni bu şəkildədir. Hər bir detal mövcuddur. Alıb yaşaya bilər və yaxud da ki, icarəyə də verə bilərsiniz. Burada mənzilin qonaq otağı yerləşir. Baxın, qonaq otağı da bu şəkildədir. Çox gözəl, geniş, işıqlı, ağralı bir qonaq otağı var. Qarşısı açıqdır. Həm şərq, həm də qərb istiqamətinə baxır mənzilimiz. Gün çıxanda şərq istiqamət bu istiqamətdən çıxır. Gün batanda isə bu istiqamətdən, yataq otağı istiqamətdən batır yəni. Hər iki tərəfdən gün görür mənzil. Baxın, belə bir gözəl qonaq otağımız var. Bahalı və keyfiyyətli mebel və texnikalar da mənzildə qalır. Soyuducu olsun, kondisioner olsun. Yəni hər bir detal mənzildə mövcuddur. Qonaq otağı bu şəkildədir dəyərli izləyicilərimiz. Bir daha sizlərə bu şəkildə göstərim. Baxın, bu şəkildədir. Burada mənzilin sanitar qovşaqları yerləşir ki, ayrı-ayrılıqdadır. Burada tualet hissəsidir. Səmli, təmiz, səliqəli, təmirli bir tualet hissəsini gördünüz. Burada hamam hissəsidir. Baxın, belə bir hamam hissəsi də burada yerləşir. Burada da həmçinin aksesuarlar tam şəkildə yerləşdirilir. Hazırdır. Burada isə mənzilin əsas yataq otağı olan valideyn yataq otağı yerləşir. Burada da gördüyünüz bütün əşyalar mənzildə qalacaq. Hamısı bahalı və keyfiyyətli firma məhsullarıdır. Yəni bu evin dizaynına, bu evin ölçüsünə uyğun yığılmış, hazırlanmış mebellərdir. İndi isə məlumatı qeyd edəcəmsə, mənzilimiz Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Əsəd Əhmədov küçəsi, Bravo Market və McDonald's'un tam qarşısında Şərur İnşaatın inşa etdiyi 18 mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşir. 2 sürətli lift, yeraltı dayanacaq, geniş həyət, avtoparking mövcuddur. İnfrastrukturla zəngin bir ərazidə yerləşir. Yaxınlığında məktəb, bağça, yaşayış obyektləri ilə zəngindir. 77, 211 və 194 nömrəli avtobus binanın tam qarşısından keçir. İnşaatçılar metrosuna 2 dayanacaq, piyada məsafə isə 7-8 dəqiqəlik piyada məsafəsindədir. Sənəd MTK müqaviləsidir. Binanın 20 blokdan ibarət bir binadır. 15 blokunda kupça var. Yalnız 4-5 blokunda kupça yoxdur. O da yaxın vaxtlar ərzində kupça veriləcəyi gözlənilir.
Qiymət aşağıda əlavə məlumat bölməsi var. Orada qeyd olunur. Həmçinin rəylərdə qeyd olunacaq və real alıcı endirim olunacaqdır. Açar məndədir. Gün ərzində mənzilə əyani şəkildə də baxa bilərsiniz. Mənzil haqqında bu qədər. Növbəti çəkişdə və mənzildə görüşənədək Allah alana və satana xeyir versin.